Eyni kiçik dövr elementlərinin uçucu hidrogenli birləşmələrini hidrogenin kütlə payının artması ardıcıllığı ilə düzək. Deməli, uçucu birləşmələr bildiyimiz kimi 4-cü, 5-ci, 6-cı və 7-ci qruplarda yerləşən elementlər yerləşir. Əgər elementlərimiz eyni dövrdə yerləşirsə, onda bunların müvafiq olaraq əmələ gətirdiyi hidrogenli birləşmələr RH4, RH3, RH2 və RH tipli olacaq. Elə bu formulda gördüyümüz kimi soldan sağa doğru istiqamətdə elementlərin nisbi atom kütlələri artır, hidrogenlərin isə sayı gördüyümüz kimi azaldığından, deməli, kütlə payının artması ardıcılığı ilə düzmək tələb olunursa, artma bu cür əks istiqamətdə olunacaq. Deməli, burada doğru cavab B bəndi olacaq. Hidrogenin kütlə payının artması ardıcılığı ilə düzsək, RH, RH2, RH3 və RH4 istiqamətində hidrogenlərin kütlə payı artmış olacaq. Doğru bənd, doğru cavab B variantıdır.